Bizim ən böyük çaylarımızın dərinliklərində bilirsiniz bir nəhəng yaşayır. O qədər böyüdür ki, haqqında əfsanələr danışılır. O qədər uzun ömürlüdür ki, bütöv bir nəsli yola salır. O, sularımızın əsl hökmdarıdır. Gəlin bugün bu sirli canlının hekayəsinə birlikdə nəzər salaq. Bəs heç fikirləşmisinizmi? Kürün o lilli, bulanıq sularında gizlənən bu əsl nəhəng kim ola bilər? Bu sualın cavabı, inanın, sizi çox təəccübləndirəcək. Təsəvvür edin, söhbət bəzən 100 kiloqrama çatan bir canlıdan gedir. 100 kiloqram, bu demək olar ki, yetkin bir insanın çəkisindən də çoxdur. Düşünün bir, suda belə bir kütlə ilə qarşılaşırsınız. Həqiqətən də inanılmazdır. Və bu, hələ hamısı deyil. Bu nəhəng tam 80 il yaşaya bilir. 80 il, bu bütöv bir insan ömrü deməkdir. Bu həm də o deməkdir ki, bizim çaylarımız 10 illiklər boyunca belə bir nəhəngi saxlaya biləcək qədər sağlam və zəngin olub. Yaxşı, artıq sir pərdəsini qaldırmağın vaxtıdır. Söhbət sularımızın əzəmətli sakini, el arasında sadəcə Naqqa kimi tanıdığımız adi Naqqadan gedir. Yaxşı, gəlin bu nəhəngin hekayəsinə daha dərindən baş vuraq. Onun ölçülərindən danışacağıq, harada yaşadığını öyrənəcəyik, bir yırtıcı kimi portretinə baxacağıq, sonra uzun ömrünün sirlərini, nəslini necə artırdığını və sonda, bəlkə də ən vacibi, bugün niyə azalan bir sərvət olduğunu araşdıracağıq. Yaxşı, başlayaq onun ölçülərindən. Adı sizi aldatmasın, yəni adi Naqqa deyirik, amma bu canlı həqiqətən də bir nəhəngdir. Baxın bu cədvələ. Adətən 70-100 sm arası olurlar, amma bəziləri, təsəvvür edirsiniz, 2,5 metrə qədər böyüyə bilir. Bu inanılmazdır. Çəkisi isə 10 kiloqramdan başlayır, amma əlverişli şəraitdə, 100 kiloqrama çata bilir. Bu fərq əslində onun yaşadığı mühitin nə qədər zəngin olmasından xəbər verir. Yaxşı, bəs bu nəhəng balıq harada yaşayır? Onun krallığı inanın ki, təkcə Azərbaycanla məhdudlaşmır. Avropadan Aral dənizinə qədər çox geniş bir ərazidə yayılıb. Azərbaycanda isə əlbəttə ki, Kür və Araz onun əsas evidir. Amma təkcə orada yox, həm Mingəçevir su anbarında, həm də Kiçik Qızılağac körfəzində, yəni bir çox su hövzəmizdə bu nəhəngə rast gəlmək olar. İndi isə gəlin onun görünüşünə biraz daha yaxından baxaq. Naqqanın demək olar ki, hər bir cizgisi onu mükəmməl bir ovçu edir. Onun bütün bədəni sanki təbiətin yaratdığı bir ov alətidir. O yastı başı var ha, bax o, onu suyun dibində demək olar ki, görünməz edir. Güclü alt çənəsi isə o irəli çıxan çənə, şikar üçün əsl tələdir. Tünd bədəni, açıq qarnı, bu mükəmməl kamuflyajdır. Həm yuxarıdan gələn təhlükədən qorunmaq, həm də aşağıdan ovunu gözləmək üçün. Yəni, sözün əsl mənasında suların səssiz kabusudur. 80 il. Bu həqiqətən də uzun bir ömürdür. Bəs Naqqa bu qədər uzun necə yaşayır? Gəlin baxaq, bunun sirri onun vərdişlərində və həyat tərzində gizlənir. Naqqanın həyatı sanki bir təqvimlə işləyir, fəsillərə tam uyğunlaşır. Yazda sular biraz isinən kimi, çoxalmaq üçün kütləvi şəkildə kürə axışır. Bütün yayı aktiv şəkildə ov edir, güc toplayır, payızda qışlamaq üçün kürün dərin, sakit yerlərinə çəkilir və qış gələndə suyun temperaturu 5 dərəcədən aşağı düşəndə fəaliyyətini minimuma endirir, sanki yuxuya gedir. Onun qidalanma tərzindəki bu dəyişiklik də çox maraqlıdır. Həyata, deməli, onurğasızlar, çömçü quyruqlar kimi kiçik canlılarla başlayır. Amma böyüdükcə əsl bir yırtıcıya çevrilir. Qida zəncirinin ən yuxarısına çıxır və əsasən başqa balıqlarla qidalanır. Və bu rolu əslində bütün çay ekosisteminin sağlamlığı üçün həyati dərəcədə vacibdir. Təbii ki, hər bir canlı kimi Narqanın da əsas məqsədi nəslini davam etdirməkdir və bunu, necə deyərlər, olduqca böyük rəqəmlərlə edir. Deməli, Naqqalar cəmi 3-4 yaşında artıq nəsil artırmağa hazır olurlar. Kürüləri isə olduqca iridir və cəmi bir neçə günə, 3-5 günə kiçik Naqqa balaları dünyaya gəlir. Bu sürət növün davamlılığı üçün çox önəmlidir. Və indi ən heyrətamiz məqam. Hazır olun. Hər bir dişi Naqqa 40 mindən 450 minə qədər kürü verə bilir. Təsəvvür edirsiniz. Bircə balıqdan 100 minlərlə bala potensialı. Bu, təbiətin nə qədər möhtəşəm bir mexanizm qurduğunun sübutudur. Amma bu qədər güclü, bu qədər məhsuldar bir canlının hekayəsinin sonu təəssüf ki, bir o qədər də ürək açan deyil. Bir vaxtlar Azərbaycanın balıqçılıq sənayesinin, necə deyərlər,
Əsas fiqurlarından biri idi Naqqa. Amma indi isə onun ovu demək olar ki, yoxa çıxıb. Bu kəskin azalma sadəcə bir rəqəm deyil. Bu, sularımızın bizə verdiyi bir xəbərdarlıq siqnalıdır, bir SOS siqnalıdır. Çünki başa düşməliyik ki, Naqqa kimi zirvədə dayanan bir yırtıcının yox olması bütün su ekosisteminin tarazlığını alt-üst edir. Onun yoxluğu əslində çaylarımızın nə qədər dərin problemlərlə üzləşdiyini göstərən ən bariz işarədir. Bəs indi bundan sonra nə olacaq? Kürün bu əzəmətli hökmdarını itirmək üzrəyikmi? Onu qoruya biləcəyikmi? Bilirsiniz, bu sualların cavabı bizim bugün atacağımız addımlardan birbaşa asılıdır. Точки причальными